Qeyd eləyək ki, soydaşlarımıza qarşı zorakılıq halları ilə bağlı hadisələri işıqlandırmaq məqsədi ilə Rusiya üzrə xüsusi müxbirimiz Zakir Musayev Yekaterinburq şəhərinə elzam olunub və indi bizlə birbaşa bağlantıdadır, efrimizə qoşulub. Zakir, axşamınız xeyir olsun. Məlumatlar sizdədir, ona görə eşidirik sizi, buyurun. Hər vaxtınız xeyir, Mümtaz. Bəli, hazırda Rusiyanın Yekaterinburq şəhərində və gecə saatlarında Dastava komandası olaraq yayımımızı məhz hadisə yerindən davam etdiririk. Məlum olduğu kimi iyunun 27-sində Rusiyanın Yekaterinburq şəhərində səhər saatlarında Rusiyanın güc strukturlarının Yekaterinburq şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycanlıların yaşadığı evlərə basqın edilibdir, güc tətbiq edilibdir və nəticədə həmvətənlərimiz həlak olubdur, bir neçəsi ağır bədən xəsarətləri alıb və həbs edilənlər də var. Basqın edilən yerlərdən biri də Kaspi restoranı olub ki, biz artıq orada olduq və çəkiliş də apardıq. Hazırda restoran fəaliyyətini tam olaraq dayandırıb və qapıdakı yazıda da qeyd olunurdu ki, məkan bağlıdır. Mümtaz, qeyd edim ki, Kaspi restoranında da yoxlamalar zamanı həm vətənlərimizə qarşı güc tətbiq edilibdir və biz restoranda çəkiliş apardığımız zaman daha bir xəbər aldıq ki, güc strukturları evlərdə yoxlama aparıldıqdan sonra evdən küllü miqdarda pul vəsaiti və qızıl zinət əşyaları yoxa çıxıbdır və Mümtaz, ümumiyyətlə qeyd edim ki, hadisə geniş ictimai rezonansa səbəb olubdur və bugün biz hadisənin baş verdiyi Yekaterinburqdayıq və ən son vəziyyəti həm izləyirik, həm də tamaşaçılarımıza çatdırmağa çalışırıq. Hazırda qeyd etdiyim həmin restoran dediyim kimi fəaliyyət göstərmir və son məlumatlara əsasən Yekaterinburqda Azərbaycanlılara qarşı əməliyyat keçirən və həm yerlərimizə qarşı vəhşilik və zorakılıq törədən Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları barədə araşdırmalara da başlanılıbdır. Araşdırmalar Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə regional idarəsinin birinci şöbəsi tərəfindən aparılır və verilən xəbərlərə görə Azərbaycanlılara qarşı törədilən zorakılıq faktları və bu zorakılığı törədən yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının törətdiyi əməllərin təhqiqatı gedir və qeyd edim ki, Rusiyanın insan hüquqları üzrə müvəkkili də Yekaterinburqda baş vermiş hadisə ilə bağlı ölkəsinin baş prokurorluğuna müraciət edibdir və Rusiya baş prokurorluğuna həbsin qanuniliyini və əsaslığını, habelə cinayət törətməkdə şübhəli bilinən şəxslərin və qurbanların hüquqlarına riayət olunması yoxlanmaq üçün vəsadətlə müraciət edilibdir. Artıq xəbər verdiyimiz kimi Yekaterinburqda iyunun 27-sində güc strukturlarının hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyaddin Səfərovların nəşi Azərbaycana da çatdırılıbdır və Rusiya güc strukturlarının yaydığı ilkin məlumata görə şübhəli bilinənlər əməliyyat zamanı güya qorxu hissi keçirdiklərinə görə ürək çatışmazlığı səbəbilə dünyasını dəyişiblər. Mümtaz, burada olduğumuz və çəkiliş apardığımız zaman daha bir xəbər aldıq. Belə ki, Rusiyanın Krik TV telekanalının əməkdaşı Aleksey Kuznetsov Yekaterinburqda yerləşən Naşərab restoranında işləyən xanıma da hücum edibdir. Hadisə qeyd etdiyim kimi 30 iyunda, yəni dünən baş veribdir və restorana gələn bu şəxslərə restoranın hələ bağlı olduğu deyilsə də onlar Telli adlı restoran əməkdaşına hücum ediblər və ümumiyyətlə təəssüflə qeyd etməliyəm ki, Yekaterinburqda Rusiya güc strukturlarının keçirdiyi əməliyyatdan sonra və ümumiyyətlə hadisənin ardından bu və bu kimi digər Rusiya mətbuatında müxtəlif kütləvi informasiya vasitələrində anti-Azərbaycan əhval-ruhiyyəsi hökm sürür və Azərbaycana qarşı qərəzli və əsassız ittihamlar müşahidə olunan informasiya axını formalaşıbdır. Müəyyən media qurumları hadisədən istifadə edərək ümumilikdə Azərbaycan vətəndaşlarını hədəfə alan təbliğata yol açırlar və Rusiyanın digər regionlarından da gələn informasiyalara görə orada da yaşayan həmvətənlərimizə qarşı yoxlamalar başlanılıbdır. Bütün hallarda biz ASTV xəbər komandası olaraq artıq qeyd etdiyim kimi Rusiyanın Yekaterinburq şəhərindəyik və hadisələri yerində və ilkin mənbələrdən çatdırmağa çalışacaq. Hələlik isə Yekaterinburqdan çatdırmaq istədiyim bunlardan ibarət edim Mümtaz və söz yenidən sizdədir.